Barossa yazı şahidiyim ve Azərbaycan Xalq Parlamenti bölünəndə siz hansı cəbhəyə keçdiniz? Teymur bəyin dəstəsində yoxsa Ərəstun bəyin Arif Eyvazoğlu İlhamın siyasəti ilə razısan? Arif bəy yazır bunu. Deməli, əzizim, mən Barossa sizə bir söz deyim. O parlamentin ikisi de bizimdir. Yani onların inanın, yani onların ikisi de benim için o kadar əzizdir ki, mən yani onlar için mən bilmirəm, siz bilirsiniz, bilmirsiniz, mən hələ parlamentin yaranandan keçən il, yani bir il bundan önce yaranandan ikinci şeydə mən oradan çıxmışam. Amma çıxmağıma baxmayaraq, yani demişəm, nə bir problemləri, yani bu şeylə bağlı, texniki məsələlərlə bağlı bir problemlər olarsa, mən onlara yardım eləməyə hazıram. Yəni o nöqteyi nəzərdən və bu gün də onların işlərini görürəm və mən inanın, yəni mən gözləməzdim ki, bu bəzən onlar da deyirlər ki, sən əsl mahiyyəti bilmirsən. Amma mən düzün deyim ki, mən heç bilmək də istəmirəm. Yəni bilirsiniz nəyə görə? Ona görə ki, parlament elə yerdir ki, dostlar, orada kim kimi satıb, kim kimi belə söhbət ola bilməz. İnanın mənə. Burada söhbət ola bilər ki, məsələn, deyək ki, kimsə narazıdır, kim burada parlamentdir, qanunlar var, filanlar var, bütün xalqın gözü qabağında bu şeylərdən istifadə eləmək lazım idi, bununla məsələni həll eləmək olardı. Yəni, bu səviyyəyə gətirib çatdırmaq mən düşünmürəm ki, gərək, mən düşünmürəm ki, gərək yox idi. İndi bizim o qədər belə təşkilatlarımız yaranıb, dağılıb ki, amma fərqi yoxdur. Barossa, yəni şeyi yoxdur, problemi yoxdur. Mən yenə deyirəm, bunlar ikisi də yəni bizim Azərbaycanın xalqının oğullarıdır və ikisi də yəni istəyir ki, Azərbaycan xalqı bu İlham Əliyev hakimiyyətindən azad olsunlar. İndi mən həmişə demişəm, dostlar, bunu bugün də deyirəm, təkrar edirəm sizin üçün. Və siz, mən istəyirəm ki, əziz qardaşlarım, mən istəyirəm ki, biz yaxşını pisdən ayırmağı bacaraq. Hamısı gözümüzün qabağında olub. Gedin, seçin. Baxın, görün kim haqlıdır. Gedin onun yanında dayanın. Bax, onda, inanın mənə, onda hər şey öz yerini alacaq. Onda hər şey öz yerini alacaq və bu işlər düzəlməyə başlayacaq. Nə vaxt ki, sən deyir, imtahan götürürdü ları xoruz beçədən. Banlamaq olar mı? Olmamış gecədən. Banlamaq olmaz gecə. Necə olmaz deyirsən? Qışda soyuq hində sən banlamayıb neynərsən? Banlamaq olar gecə. Necə olar deyirsən? Çaqqal alıb səsini, kəsməzmi nəfəsini? Beçə qaldı beləcə, olar desin, o necə, olmaz desin, o necə? Ları xoruz dedi, sən də belə kəsildin. Bu imtihandır, bala. Məqsəd onda deyil ki, nə vaxtı banlayasan, gərək sorğu sualı vaxtında anlayasan. Əziz qardaşlarım, biz həqiqəti nə zaman anlayacağıq, bax onda qələbə salacağıq.